Azərbaycan xalqına Qarabağ, Azərbaycan. Həftənin əsas hadisələrinə xəbərin statusunda işıq tutmağa çalışacağıq. Hər vaxtınız xeyir. Bu həftənin tarixi Ağdam şəhərinin sakinləri üçün əlamətdar oldu. Birinci Qarabağ müharibəsi zamanı sona qədər döyüşən şəhər 32 ildən sonra öz doğma sakinlərini qarşıladı. Sakinlər üçün bugün həm də ona görə əlamətdar idi ki, yeni evlərinin açarlarını onlara Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva təqdim edirdi. Açarların təqdimatı zamanı Ağdam sakinləri ilə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyev arasındakı diyaloqlar da maraqla qarşılandı. Sizə uzun ömür arzulayıram. Balalarınız xoşbəxt olsun. O balaca Heydər sizə həmişə dayaq olsun. Balaca Heydər artıq. Ay Allah! Biz dediniz, siz çox xoşbəxt olsunlar. Balalarınız xoşbəxt olsun. O cümlələri İki uşağı var. O günü xüsusi edən başqa bir məqam isə Prezident İlham Əliyevin doğum gününü məhz Ağdamın yeni sakinləri ilə keçirməsi oldu. Biz bu ənənənin illərdir şahidi oluruq. Hələ torpaqlarımız işğaldan azad olunmazdan öncə də dövlət başçısı doğum günlərini keçmiş məcburi köçkünlərlə birgə keçirirdi. Ənənə dəyişmədi, elə insanlarda. Dəyişən isə həmin şəxslərin üzərindən məcburi köçkün statusunun götürülməsi və prezidentlə bu tarixi məhz evlərində keçirmələri oldu. Cənab Prezident, bugün Ağdam cəmaəti üçün iki qat bayramdır. Həm sizin doğum gününüzdür, həm Ağdam şəhərinin açılışı. Sizin bu prezidentlik dövrümüzdə nə söz vermişdiniz, onu hamısını vaxtında yerinə yetirdiniz və bizi 30 illik Ağdam həsrətindən qutardınız. Allah sizə uzun ömür, can sağlığı versin. Mən bir ziyalı kimi, mən bir şəhid atası kimi, Qarabağ veteranı kimi, öz adımdan və bütün Ağdamlılar adından sizə uzun ömür, can sağlığı və fəaliyyətinizdə uğurlar arzu edirəm. Sağ olun. Uzun illər öncə yurtlarından şəhid verərək didərgin düşən sakinlər bugün yenə öz övladlarını şəhid verərək o torpaqları geri qaytardılar. Şəhid anaları, şəhid ataları bir üzü ağlaya, bir üzü gülərək evlərinə köçdülər. Əvvəllər o məcburi köçkünlərlə görüşərək deyirdi ki, mütləq şəkildə siz öz baba yurdunuza qayıdacaqsınız. İndi isə o qayıdışı təmin edir. Onların yeni mənzillərdə və
azad olunmuş Qarabağda, çiçəklənməyə başlayan Qarabağda onlarla görüşür və düşünürəm ki, bu görüş əvvəlkindən 10 qat üstündür. Daha önce de Cenab Prezident Azerbaycan torpaqları işgal altında olduğu zaman kəsiyində də o zaman məcburi köçkünlərlə görüşlər keçirirdi və hər zaman bəyan edirdi ki, Azərbaycan torpaqları işğaldan azad olunacaq, indi siz öz yurt yuvalarınıza qayıdacaqsınız. Şimdi artıq biz bunun real nəticəsini görməkdəyik və təbii ki, bu görüşlər həm də dövlət başçısının həm ölkə ictimaiyyətinə, həm də bütövlükdə dünyaya mesaj verməsinə imkan yaradır və Azərbaycan əraziləri ardıcıllıqla xalqımızın, dövlətimizin potensialı hesabına bərpa olunur. Yeni böyük qayıdış proqramı uğurla həyata keçirilir. Ümumiyyətlə, qayıdış proqramı Birləşmiş Millətlər Təşkilatının tarixində ən uğurlu həyata keçirilən və ən geniş miqyaslı bir proqramlardan biridir. Baxımdan düşünürəm ki, əslində bütün bu mənzərə, həm keçirilən görüşlər, həm edilən açılışlar Cənab Prezidentin doğum gününə ən böyük hədiyyədir və o öz əməlinin gördüyü işlərin mükafatını alır. Dövlət başçısı Ağdam sakinləri qarşısında çıxışı zamanı bir sıra mesajlar verdi, xüsusilə də Ermənistana. Düzdür, indi Ermənistanla Azərbaycan arasında sülh prosesi gedir və sülh prosesinin təşəbbüskarı da biz olmuşuq. Onu da hamı bilir və bilməlidir. Birinci təklifi biz vermişik, sülh müqaviləsinin mətninin müəllifi də bizik və ora salınan bütün maddələrindən müəllifi də bizik. Ancaq biz işğalı necə unuda bilərik? Şəhidlərimizi necə unuda bilərik? Xocalı qurbanlarını, digər günahsız insanların həlak olmasını necə unuda bilərik? Heç vaxt unuda bilmərik və unutmamalıyıq. Dövlət başçısının mesajı açıqdır. Sülh keçmişi unutmağa səbəb deyil. Ümumiyyətlə, keçmişi unutmağa heç nə səbəb ola bilməz. Cənab Prezidentin sözləri birinci növbədə Azərbaycan vətəndaşlıqlara yönəlib, gənc nəsilə yönəlib ki, onlar bərpa olunmuş, çox gözəl təzədən qurulmuş Qarabağı gözlərinin qarşısına gətirərək o vəhşilik, o dağıntıları yaddan çıxartmamalıdırlar. Və onu da demək istəyirəm ki, hər bir bərpa olunan şəhərdə o xarabaxana ki, hansıları ki, ermənilər çevirmişdilər, onun bir hissəsi saxlanır ki, insanlar yeni mənzilləri, yeni parkları, yeni binaları görərək o vəhşiliyi də yadlarından çıxartmamalıdırlar. Barış heç də yaddaşın itirməsi demək deyil. İnsanlar düşünürlər ki, ötən əsrin əvvəllərində də Azərbaycanlılara qarşı soyqırım həyata keçirmişdilər. Daha sonra bu proses unuduldu və faktiki olaraq insanlarımızın əksəriyyəti baş verənlər haqqında məlumatlı olmadılar. Ermənilər yenə də Azərbaycanın resurslarından faydalandılar, ən gözəl yerlərində yaşadılar və s. və ilaxır. Yəni, mahiyyət etibarilə nəzər almaq lazımdır ki, Sovet dövründə ideoloji baskı və təqib altında insanlar buna məcbur edilirdi və eyni zamanda bizim qan yaddaşımızı yaşadan insanların böyük əksəriyyəti repressiyalara məruz qalmışdı. Amma indi Azərbaycan müstəqil dövlətdir və öz torpaqlarını işğaldan öz potensialı, gücü şəhidlərinin qanı hesabına deməli azad edib və həmçinin dövlətin ideoloji yapısı, ideoloji platforması tarixi həqiqətlərin yaşadılmasını, qan yaddaşının qorunması üçün vacib hesab edir. Bu istiqamətə Cənab Prezidentin verdiyi mesajlar düşürəm ki, hər bir Azərbaycan vətəndaşının yaddaşına, genetik koduna oturacaq. Prezident İlham Əliyev bildirdi ki, bugün dünyada müxtəlif yerlərdə müharibələr, toqquşmalar, münaqişələr baş alıb gedir. Ya beynəlxalq təşkilatlar, ya böyük nüfuzlu ölkələr dərhal sanksiyalar tətbiq edirlər. Dövlət başçısı deyir ki, bu Ermənistana qarşı tətbiq olunmadı. Olunsaydı, işğal daha tez bitərdi. Xüsusilə Ermənistan kimi kiçik və zəngin olmayan, demək olar ki, kasıb ölkəyə əgər sanksiyalar tətbiq olunsaydı, əlbəttə ki, Ermənistan işğala
son qoyardı. Ancaq nəinki sanksiyalar tətbiq edilməli. Əksinə, onlara bəziləri pulsuz silahlar verirdi. Özü də 1 milyon dollarlıq yox, milyardlarla dollar dəyərində. Dövlət başçısı bütün baş verənləri Azərbaycana qarşı tarixi ədalətsizlik olduğunu deyir. Sadəcə olaraq cənab prezidentin fikrini təsdiqləmək üçün bir epizodu yada salaram ki, 2007-ci ildə Təhlükəsizlik Şurasının qərarına demək olar rəqmən Azərbaycan işğal olunmuş ərazilərində vəziyyət Baş Assambleyasının iclasında gündəliyə çıxarılmışdı. Onun əleyhinə çıxaraq o müzakirəni demək olar ki, qarşısını almaq üçün həmsədr dövlətlər dərdən qabıqdan çıxmışdılar. Əfsus ki, sonda məsələ çıxarıldı, müzakirə olundu və səs verməyə verildi. Azərbaycan demək olar ki, böyük səs çoxluğu ilə bu məsələyə dəstək aldı. Ancaq əleyhinə çıxan təxminən 8-9 dövlətlər arasında 3 həmsədr dövlətlər də Azərbaycana qarşı səs vermişdilər, Ermənistanla həmrəylik nümayiş eləmişdilər. Və biz bunu heç zaman yaddan çıxartmırdıq və çıxartmayacaq. Azərbaycan torpaqlarının işğal altında olduğu zaman kəsiyində biz president yaradacaq bir neçə amil görmüşük. Yəni bu İraqın Küveyti işğal etməsi nəticəsində BMT Təhlükəsizlik Şurasının dərhal qərar qəbul etməsi və qərarın dərhal həyata keçirilməsi presidenti var idi. Amma Azərbaycana münasibətdə, yəni Azərbaycan ərazilərinə münasibətdə bu president tətbiq olunmurdu. Eyni zamanda Ermənistana qarşı beynəlxalq hüquqdan irəli gələn sanksiyaların tətbiq olunması istiqamətində heç bir addım atmırdı. Yəni ənənəvi olaraq qəbul olunmuş normalar var. Bu birinci növbədə diplomatik sanksiyaların tətbiqidir, daha sonra iqtisadi sanksiyalar, daha sonra hərbi sanksiyaların tətbiqidir ki, biz NATO-nun Minsk qrupunun bu istiqamətdə addımlar attığının şahidi olduq. Nə də BMT Təhlükəsizlik Şurası məhz Ermənistana qarşı müvafiq sanksiyaların tətbiq edilməsi ilə bağlı addımlar atmadı. İndi isə 2026-cı ildən əsas gözlənti haqqında söhbət Azərbaycanla Ermənistan arasında imzalana biləcək sülh müqaviləsindən gedir. 2025 bu məsələdə olduqca mühüm bir oldu. Sülh müqaviləsinin bəndləri paraflandı, bəyannamə imzalandı. Azərbaycanın 2 əsas şərtindən biri olan ATƏT-in Minsk qrupunun buraxılması, vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərləri baş tutdu. Qazaxıstan taxılı Azərbaycan üzərindən Ermənistana çatdırıldı. Azərbaycan Ermənistana neft satdı və s. Bütün bu hadisələr ilin son 5 ayında baş verdi. 30 illik işğal dövründə bütün əlaqələrin sıfıra bərabər olduğunu nəzərə alsaq, baş verənlərin sürətini heç kim bu cür ehtimal edə bilməzdi. Bəs gələn il necə? Ermənistan Azərbaycanın əsas şərtini, konstitusiya dəyişikliyini qəbul edəcəkmi? Sülh müqaviləsi bağlanacaqmı? Düşünürüm ki, sülh sazişi qaçılmazdır. Lap o revanşist qüvvələrin də Azərbaycana qarşı durub baş qaldırmaq üçün heç bir əllərində resurs yoxdur, nə hüquqi əsasları var. Ancaq söhbət ondan gedir ki, açıq şəkildə sülhə dəstək verən, sülhü qəbul edən, sülhə belə demək olar ki, Azərbaycanla əməkdaşlığa hazır olan Paşinyan hökuməti var və həlli bütün səs, yəni indi ictimai rəyin öyrənilməsi göstərir ki, Paşinyan baxmayaraq ki, xeyli reytinqini itirib, ancaq yenə də o öz rəqiblərdən 2-3 dəfə daha çox səs qazanmaq iqtidarındadır. Biz təbii erməni əhalisi Paşinyana və onun sülh layihəsinə dəstək verdiyi halda biz hər halda düşünə bilərik ki, o sülh təkcə Paşinyan hökuməti ilə yox, eyni zamanda ona dəstək verən erməni xalqı ilə də bağlanır və düşünürəm ki, o sülh irəli aparıla bilər. Azərbaycanın şərtləri ortalıqdadır. Yəni mahiyyət etibarilə biz sülh müqaviləsini paraflamışıq və paraflama əslində müddaların razılaşdırılması deməkdir. Amma ümumi sülhə aparan çoxsaylı komponentlər var. Bunlardan biri də Ermənistan konstitusiyasında müstəqillik bəyannaməsinə istinadən Azərbaycana qarşı ərazi iddialarının davam etməsidir. Əgər
ərazi iddiası irəli sürürsə bir dövlət digərinə qarşı konstitusiya səviyyəsində, onunla sülh müqaviləsinin imzalanmasının özü paradoksaldır. Yəni nəticə etibarilə Ermənistan birinci növbədə özü üçün bu hüquqi ziddiyyətləri aradan qaldırmalıdır. Qənaətimə görə bu ziddiyyətlər aradan qaldırıldıqdan sonra biz artıq tam geniş miqyaslı bir sülh prosesinin şahidi ola bilərik. Gələn ilin proqnozlarından söz düşmüşkən İtaliyanın baş naziri Giorgia Meloni'nin milad tədbiri zamanı öz əməkdaşlarına müraciət mətnindən yan keçmək olmaz. O qarşıdakı dövrün daha çətin olacağı ilə bağlı açıqlama verdi. Bu il hamımız üçün çətin keçdi, amma narahat olmayın, 2026-cı il daha da çətin olacaq. Bu sadəcə komandanı işə daha da həvəsləndirməkdir, yoxsa Meloni nəyəsə eyham vurur? Meloni onu deyir, aslında heç deməsəydi İtalyanlar istirahat etmə meyilli bir xalqdır, millətdir. Ona görə reallığı elə bil ki dilə gətirdi. Bəli, gərginlik var və o gərginlik hər halda hiss olunur. Avropada deyirlər ki, Rusiya ilə Ukrayna ilə bağlı müharibəni dayandırdığı halda heç də Avropaya hərbi təzyiqin geriyə çəkmək niyyətində deyil və Avropalılar həm hərbi gücün artırmaqla məşğul olmalıdırlar, həm də Rusiyanın diplomatik, iqtisadi təzyiqlərini neytrallaşdırmaq üçün. Hər halda düşünmürəm ki, gələn il necə ki deyirlər, böyük bir müharibəyə çevrilsin. Hamı indi səfərbərdirlər və Rusiyanın hərəkatları nəzarət altındadır. 2025-də baş verən prosesləri, müharibələrin ərzaq qıtlığına üçün yaratdığı maneələri, enerji təhlükəsi ilə bağlı müəyyən problemlərin mövcud olduğu və həmçinin geosiyasi düzənin yerinə oturmadığı bir zaman kəsildi. İqtisadi müharibələr ön plana çıxır. Bu xüsusda biz iqtisadi müharibələrin daha da gücləndiyini Birləşmiş Ştatların prezident tərəfindən irəli sürülən o rüsum siyasətində də görməkdəyik. Ola bilsin ki, xanım Meloni məhz bu məqamları nəzərə alaraq 2026-cı ilin ağır keçəcəyini düşünür. Biz herhalde ən yaxşıya ümid bəsləyək və düşünürəm ki, ən yaxşıya ümid bəsləməklə gələcəyin mənzərəsini müəyyən qədər formalaşdırmaq olur. Bu dəfə Ukrayna prezidenti Volodimir Zelenski müharibənin bitməsinə dair 20 maddəlik razılaşma layihəsini təqdim etdi. Bundan öncəkilərdən fərqli olaraq bu bəndlər Ukrayna suverenliyini və ərazi bütövlüyünə xələl gətirmir. Planın əsasında Ukraynanın suverenliyi və ərazi bütövlüyünün tanınması, Rusiya ilə tam atəşkəs və hücum etməməyi razılaşması, eləcə də bunun beynəlxalq monitorinqi dayanır. Ukrayna üçün Birləşmiş Ştatlar, NATO və Avropa tərəfindən güclü təhlükəsizlik zəmanətləri, NATO'nun 5-ci maddəsinə bənzər kollektiv müdaxilə mexanizmi nəzərdə tutulur. Ölkə qeyri-nüvə statusunu saxlayır, lakin 800 min nəfərlik güclü orduya malik olur. Plan həmçinin Avropa İttifaqına üzvlük üçün konkret yol xəritəsini, böyük iqtisadi bərpa və investisiya paketini, Birləşmiş Ştatlarla sərbəst ticarət sazişini ehtiva edir. Zaporojye Atom Elektrik Stansiyasının idarə olunması üçün xüsusi mexanizm, humanitar məsələlər üzrə əsirlərin və uşaqların qaytarılması, eləcə də razılaşmadan sonra seçkilərin keçirilməsi də sənəddə yer alır. Ərazi məsələsində mövcud cəbhə xətti müvəqqəti təmas xətti kimi qəbul edilir. Bəzi bölgələrdən Rusiya qoşullarının çıxarılması tələb olunur. Donbas kimi mübahisəli ərazilər üçün referendum variantı açıq saxlanılır. Plan razılaşma əldə olunduğu halda dərhal tam atəşkəs və icraya nəzarət üçün Beynəlxalq Sülh Şurasının yaradılmasını nəzərdə tutur. Zelenski bildirib ki, Donetsk ərazisi və Zaporojye Atom Elektrik Stansiyası barədə Birləşmiş Ştatlar təmsilçiləri ilə konsensusa gəlməyiblər. Bunun üzərindən yaxın vaxtlarda Ukrayna prezidentinin Birləşmiş Ştatlar prezidenti Donald Trumpla görüşü planlaşdırılır. Şərhçilərimiz 20 maddəlik razılaşma layihəsini necə dəyərləndirir?
20 bənd əslində həm Ukrayna ilə, həm Rusiya ilə, həm Avropa ilə. Onun əvvəl 28 bənd idi, onu 20-yə. Ancaq indi 4 sənəd ortalığa çıxıb. Yəni ayrıca sənəd var təhlükəsizliyi ilə bağlı, ayrıca sənəd o bərpa işləri ilə bağlı. Yəni bunlar hamısı bir paketdə müzakirə olunub qəbul olmalıdır. Ancaq hələlik tam şəkildə razılıq yoxdur. Hal-habısı bir neçə məsələlər demək olar ki, açıqdır. O cümlədən Ukrayna müəyyən ərazilərdən öz qoşunların geriyə çəkdiyi halda Rusiya adekvat belə bir qoşunların təmas xəttindən çəkməyi. Ruslar həlləyib buna boyun olmurlar. Sonra təhlükəsizlik məsələ. Yəni tutalım atəşkəs elan olundu. Ukrayna hansısa bir ərazilərdən çəkildi. Sabah Rusiya sağına soluna baxmayaraq irəlilədi. Buna qarşı Ukraynaya dəstək verən qüvvələr əslində müəyyən öhdəlik götürməlidir. Bu kağızda olmamalıdır. Yəni o cümlədən nəzarət baxımından, sonra indi operativ Ukraynaya yardım etməyinə bütün bu məsələlər var. İndiki şəraitdə əsas oyunçu aktör və Rusiya ilə faktiki olaraq birbaşa dialoqda olan tərəf bəlli olduğu kimi Amerika Birləşmiş Ştatlarıdır. Vaşinqtonla razılaşdırılmamış istənilən məsələnin indiki şəraitdə müzakirəyə çıxarılacağı ehtimalı çox azdır. Yəni münaqişədə iki tərəf olur. Yəni indiki tərəfdə Rusiya Ukrayna ərazilərinə daxil olub, işğal edib və nəticə etibarilə prosesin sülhə doğru aparılması üçün bir müəyyən səylər göstərir. Amma burada iki tərəf var. Bir tərəfin irəli sürdüyü təkliflər əgər digər tərəflə müzakirə olunmursa, bu artıq bu təkliflərin heç bir şeyə yaramadığını sübut edir. Qənaətimə görə Zelenskinin təklifləri elə təklif olaraq da qalacaq. Çünki bunun böyük güclər tərəfindən birinci növbədə Amerika Birləşmiş Ştatları tərəfindən dəstəklənməsi prosesi yoxdur. Bu il isə çatdıracaqlarımız bu qədər. Gələn il bütün dünyaya sülh və əmin-amanlıq arzu edirik. Özünüzə yaxşı baxın. Eşq olsun Azərbaycan xalqına, Qarabağ, Azərbaycan.